günlərində müqəddəs Kərbəla yenə də milyonlar İmam Hüseyn əleyhissalam aşiqlərini qarşılayır. Yüzlərlə xidmət mukibi arasında mərhum Hacı Şahinin dostları tərəfindən qurulan Azərbaycanlılar mukibində dünyanın müxtəlif ölkələrindən gələn zovvarlara sevgi və səmimiyyətlə xidmət göstərirlər. Biz Azərbaycandan gəlmişik. Neçə nəfər xadimsiz və burada hangi xörəklərlə İmam Hüseyn zairlərindən pəziraylıq edirsiniz? Biz 14 nəfər gəlmişik, 14 xidmətçi gəlmişik və burada Azərbaycan mətbəxtini təmsil edirik İmam Hüseyn zəvvallarına. Müxtəlif cür yeməklər bişiririk, soğuz bişiririk, Azərbaycan plovu, aş deyirik, ondan təqdim edirik, buğlama təqdim edirik, doğramacdır. Azərbaycan çayı gətirmişik özümüzlə, onu təqdim edirik İmam Hüseyn zəvvallarına. Bu mokəbin xadimləri mərhum Hacı Şahinin əziz xatirəsini yaşatmaq üçün İmam Hüseyn əleyhissalam zuvvarlarına xidmət etməyi böyük şərəf hesab edirlər. Elhamdülillah, Allah qismət eləyib. Allah əziz ustadımız Hacı Şahinin ruhunu şad eləsin. Onun pak duaları sayəsində buradayıq. Kimləri yad edirsiniz bu Kərbəlada? Hamını, bütün ümmət şəhidlərini, Qarabağ şəhidlərimizi, bütün ölənlərimizi, əzizlərimizi, hamını. Hər il Ərbəyin yürüyüşündə milyonlar izafələşir İmam Hüseyn zuvvarına. Bu eşq hardan coşur? Bu eşq elə Əhl-i Beyt eşqidir, İmam Hüseynin eşqidir. İllər davam eləyir, heç vaxt ölməyəcək bu eşq. İstərdiniz kim sizlə bu illəri Kərbəlada ola ki, ola bilmədi? Biz ən çox ustadımız Hacı Şahini istəyərdik burada olsun, o da rəhmətə gedib. Ona görə bu il iştirak eləməyib. Bura Kərbəladır. Burada İmam Hüseyn əleyhissalam zovvarlarına xidmətin dili, milləti və sərhəddi yoxdur. Mərhum Hacı Şahinin dostlarının qurduqları Azərbaycanlılar mukəbi də fədakarlıq, qonaqpərvərlik və İmam Hüseyn sevgisi ilə Ərbəyin zovvarlarına xidmət edir və bu müqəddəs yolda yadda qalan bir iz qoyur. Allah Hacı Şahinə rəhmət eləsin, dostlarına da can sağlığı versin. Çox qürur duyuruq. Qürur duyuruq ki, belə bir xalqımız var, belə bir millətimiz var. Belə bir oğlanlarımız var. Allah həmişə köməkləri olsun.